Salam, sabahınız xeyir olsun. Bu günləri bazar günüdür, səhər 7-yə işləyir. Biz bunu kənd uşaqları bilir. Hər bazar uşaqlıqda edirdik biz bunu. Gedirdik heyvan bazarına. İndi mal bazarı deyirlər. Amma əslində Bakıda buna heyvan bazarı deyirlər. Hələ indi də Bakılılar buna heyvan bazarı deyir. Əvvəl aeroportdaydı, bu Zabrat aeroportunun yanındaydı. İndi isə biraz uzağa çəkiblər, ona görə indi bu cürlə maskrentlə gedirik. Bir dənə belə qəşəng bir dənə qala qoyunumuz var, qala cinsi qoyunumuz var. Dostumuzundur, vüqarındır, aparıb bazara. Kənddə damada indi çıxırıq elə. Əvvəl biz piyada gedirdik. Buradan yaxın idi də bizə, ancaq quzunu, bir də balaca danaları, ətləri şeylə, maskletlə ya da ki, maşınla aparıb etib gəlirdik. İndi uzaq olduğuna görə maskletlə aparırıq. Mən də çoxdan da gezmirdim. Koşuldum yuqara ki, gedim bir bazarı görək. Haradasa 28-29 ildir ki, bazara gezmirəm. Özdə ki, maraqlıdır, fikir ver istəsəklə. Muravey maskletlə, kənddə bir dənə Muraveyimiz var, o da yuqardadır. Yuqarı başqa isimdə yoxdur ki Muravey. Muravey yoxdur ki isimdə. Ramada isimdə yoxdur. Axırıncı Əcağa əmidəydik. Allah ona ömür versin. Ondan sonra daha heç kimdə olmuyor. İndi hələ bir dənə yuqarda var, başladı o da gedir. İndi çıxmışıq da görək. Hələ ki kəndin aşağısındayıq. Gedirik yüzü. O tarafa, Zabrat tarafa, oradan keçəcəyik bazara. Görək bu əvvəl kimi heyvan bazarı maraqlıdır, yoxsa. Əvvəl uşaqlıqda maraqlıydı heyvan bazarı. Mənə çox ləzzət edirdi, gedirdik. Gələndə quzu alırdı, qız alırdı, atırdıq boynumuza getirib gəlirdik quzuları, maskret olmayanda. Maraqlıydı, gedirdik. Hər bazar gedirdik bazara. Görək də indi inşallah. İndi görə indi bazar nə cür nədir? Canım Arvuqa, gedir ha! Çöl yollarla gedirik ki, yaxın olsun. Bazarda belə yerlər var. Əvvəl amma belə deyildi. İndi əməlli başlı bazar üzəridir. Belə yerlər var. Heyvanı saxlamağa və belə əldə də satırlar orada, girişdə. Və belə də var. Və bazarda hər şey var. Saman, zad, nə istəyirsən var. O tərəf isə böyük baş heyvanlar üçün, danalar üstə. Gedik oralara baxaq. Burada isə böyük baş mallar, danalar, inəklər, gürbözür. Burada isə çoxlu heyvan getirənlər də, hətta fikir verin, tərəzi ilə satanlar da var. Kilo ilə satırlar heyvan, tərəzi ilə. Bana tərəziyi qoyur. Hansı heyvanı sən seçirsən, var qoyurlar tərəzinin üstünə. Kilo ilə satırlar. Yəni o tərəfdə tək heyvanlar satırlar. Burada isə çox olanlar. Var çoxsunda fikir verin, tərəzi var. Hansı sən seçirsən, qoyurlar tərəziyə, çəki ilə satırlar. Bazarda bir dənə beləsinə heyvan var. Maşallah, maşallah, maşallah. Bu hansı cinsdir? Qaladır. Təmiz qala da. Quyruğa bax. Maşallah, maşallah. Bu neçə aylıqdır? Biri yoxdur. 4 aylıqdır. Maşallah. Bazarın gözüdür ya bu ya. Bazarın gözü. Maşallah, maşallah. 450 manat. 450 yaxşıdır. Maşallah.
Bazarda hər cinsdə heyvan var, hər cinsdə. Kiverin qara qoyunlardır, ağlan qara. Hər cins heyvan getirirlər bazara. Bu ikisi də bunundur. Hərəsi birinin. Ay maş. Bunlara bak. Lan balacadılar. Bir həftəlik. Bir həftə. Bu sefer biraz böyük ölsər bu. Yakışıklı da abi, kosma, kos. Gələ də 300 verib onu alır bunu. Biri ağdır, biri kırmızıdır. Bunlar neçə günlükdülər belə? Ha? Bunlar neçə günlükdü? Ay maşallah. Ana bu nə qəşəngdir. Bu nə qəşəngdir. Bunlar neçə satırsınız bunlar? Nə? Neçə satırsınız ki bunlar? Çom alsan dənəsi 450. Dənəsi 450. Ay, şöyle bir gel şöyle bir. Tabii yana göre bir tane çekeyim bir. Allah nasıl qəşəngdir o. Özümə armud almışdım yeməyə bazardan. Ne bak gözün tikilmə. Gəl ha. Satıcıyıq sənədi ya. 5 armud idi. Gözü gir armudu. Ha keçi. Ehsan da öyle. Özüm üçün almışam. Neçə satırsınız mı? 120 manata qardaş. 120. Neçə günlükdür bu belə? 15 günlükdür. Ay maşallah. Bura çək görək. Maşallah. Duyum da baba. Maşallah. Dırnağı belki olsun. Bir daha sual vereyim. O heyvanın balası olanda deyirlər ki, dırnağı bərk olsun. Onun mənası nədir? Kim bilirsə yorumlarda yazsın. Dırnağı bərk olsun. Sözünün mənası nədir?